Əliyev Əlxan Məhərrəmoğlu 2011-ci il avqust ayının 13-də həftənin 6-cı günü olmağına baxmayaraq Aziko şirkətindən müdiriyyət tərəfindən işə çağırılmışam. İş zamanı xəsarət almışam. Məni xəstəxanaya təcil yardım çağırmağı qoymadılar. Məni xəstəxanaya yol maşını ilə aparıb orada qeydiyyata almasınlar, düşməsin deyini. Məni aldatdılar ki, təzminat verəcək, sənə pensiya kəsəcək Aziko şirkətindən. Heç bir yardım, heç bir köməklər etmədilər. Hal-hazırda indiyənə kimi də Aziko şirkətindən bir dənə yardım olunmayıb mənə. Maddi cəhətdən, mənəvi cəhətdən. Əliyev Əlxan 2013-cü il mart ayının 15-dən pensiya, aylıq əmək haqqı pensiyalar təmin olunmuşdur xəstəliyimlə bağlı. 2021-ci il mart ayının 15-dən həmin aldığım o pensiyalar dayandırılmışdır Əmək və Sosial Nazirliyi tərəfindən. Mən dəfələrlə Əmək və Əhali Sosial Nazirliyinə müraciət elədim ki, mənim pensiyamın hansı səbəblərə uyğun olaraq dayandırılmışdır. Dəfələrlə xəstəxanalarda yatışlar etmişəm, bütün sənədlərimi də toplamışam. Bütün sənədlərimin olmağına baxmayaraq, hələ də mən xəstəliyimlə əlaqədar insulin keçirmişəm, pensiyalarımı ala bilmirəm. Xahiş edirəm, aidiyyəti qurumlardan mənə köməklik göstərsinlər. Mən bu pensiyamı ala bilim ki, vaxtında dəvə dərmanlarını alıb müalicələrimi etdirəm. Mən Bakı şəhərində yerləşəm, vətəndaşların qəbul olan prezident administrasiyasında qəbullarda olmuşam, Zeynal Nağdəliyevin qəbulunda olmuşam. Dəfələrlə mənə Zeynal müəllim dedi ki, gedirsən Mingəçevir şəhərinin qeydiyyatında olduğu üçün Mingəçevir şəhərinə göndərdilər məni. Zirə başçısının qəbuluna girərsən, mənə danışdıqlarını onadan danışarsan, lazım köməkləri zirə başçısı tərəfindən olacağını bildirdilər mənə. Mən də gəldim, zirə başçısının qəbuluna girdim. Hələ də bugünkü günə kimi zirə başçısı İlham İsmail hələ mənə maddi mənəvi cəhətdə heç bir köməklər etməkdir. Hətta buna baxmayaraq, mən küçələrdə gecəliyirəm. Bu soyuq havada, xəstə vəziyyətdə insan da küçədə qalarmı? Mənim aidiyyəti orqanlardan xahişim budur ki, vəzifəli şəxslərdən xahiş edirəm ki, maddi cəhətdən, mənəvi cəhətdən mən şəxsdə köməklər etsinlər. Heç olmasa bu soyuq havadan, küləkli havadan canım tutasın ki, mən də bir sığınacaqla təmin olunum, vaxtında müalicələrdə etdirəm. Xahiş edirəm vəzifəli şəxslərdən kimin gücü nəyə çatırsa, maddi cəhətdən, mənəvi cəhətdən mənə dəstək tutsunlar. Mən Mingəçevir şəhər komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışam. Hərbi xidmətə öz vətənimizə borcumu layiqincə vermişəm. Mən hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışam. 3 il 9 ay hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə təxris olmamda da fəxri fərmanla təxris olmuşam. Hal-hazırda mən Mingəçevir şəhərində özümə bir dənə sığınacaq tapa bilmirəm. Qalmışıq küçələrdən, insanlı şəxslərdən, vəzifəli şəxslərdən xahiş edirəm ki, maddi cəhətdən, mənəvi cəhətdən mənə dəstək olsunlar. Mən vaxtında müalicələrimi etdirə bilim. Mən imkanlı şəxslərdən, vəzifəli şəxslərdən maddi cəhətdən, mənəvi cəhətdən dəstək gözləyirəm. Xahiş edirəm ki, mənim əlaqə nömrəm də budur. 055 777 2095 nömrəli telefondur. Mənimlə əgər maraqlanmaq istəyən olsa, bu nömrəli əlaqə yarada bilər. Xahiş edirəm Azərbaycan xalqından mənə dəstək tutsunlar. Mən belə vəziyyətdə heç olmasa müalicələrimi vaxtında etdirə bilim.